Hər kəsə salam, mən Femida Könüllər Təşkilatının sədri Nilgün Məmmədova. Bugün Femida TV-nin növbəti buraxılışı ilə qarşınızdayıq. Bugünkü qonağımız Unibank Hüquq və Təşkilat İşlər Departamentinin direktoru, 4-cü yüksəliş müsabiqəsinin qalibi və hüquq tələbələrinin sevimli müəllimlərindən biri olan İrfət Məmmədxanlıdır. Xoş gəlmisiniz İrfət müəllim. Çox sağ olun ki, dəvətimizi qəbul etdiniz. Təşəkkür edirəm Nilgün dəvətə görə. Ümid edirəm bugünkü müzakirələrimiz hüquqşünaslar və tələbələr üçün maraqlı olacaq. Çox sağ olun İrfət müəllim. İcazənizlə sizə hüquqşünas tələbələr adının bir neçə suallarımız var idi. Suallarımıza başlamaq istəyirəm. Bəli, əlbəttə. İrfət müəllim, bu sualı bütün qonaqlarımıza veririk. Çünki hər bir hüquqşünasın maraqlı bir başlanğıc hekayəsi olur. Bütün bu hadisələrin, uğurların təməlində elə təhsilə başlama illərinin bir xüsusi önəmi olur. Sizdə necə olmuşdu ki, yəni hüquq təhsili almağa necə qərar vermişdiniz? Bunun stimullaşdıran amillər hansılar idi? Yəqin ki, bunu stimullaşdıran ilk amil mənim atamın hüquqşünas olması olmuşdu. Çünki atam uzun illər prokurorluq orqanlarında çalışmışdı və uşaqlıqdan artıq mən bu sənətlə ilkin tanışlığım yaranmışdı. Və mən xatırlayıram ki, uşaqlığımda atam regionlardan birində prokurorluq orqanında çalışırdı və mən tez-tez onun yanına iş yerinə gedirdim və orada tanıdığım insanlar, gördüyüm mühit məndə bu peşəyə maraq oyatmışdı. Və uzun illərdən sonra mən orta məktəbdə oxuyarkən həm texniki fənləri, həm də humanitar fənləri yaxşı oxuyurdum və bir növ bu sual məndə davam eləyirdi ki, hansı istiqamətə yönəlməliyəm. Və orta məktəbdə, hardasa 7-ci və ya 8-ci sinifdə müəllimlərimin də tövsiyəsi ilə bir psixoloji testdə götürdüyüm bir ödənişli, hardasa bir 80-90 suallıq bir psixoloji test idi və bilmək istədim ki, mənim bacarıqlarım hansı sahəyə daha çox yatqındır. Və maraqlı nəticə oldu ki, testin də nəticəsi göstərdi ki, məhz hüquqşünaslıq, xüsusilə də orada hakimlik peşəsi ön plana çıxmışdı. Mənim şüuraltı bacarıqlarımın daha çox yatqın olduğu bir sahə kimi görmüş və artıq bu testin nəticəsi ilə də məndə bir növ əminlik yarandı ki, mənim həm istəyim, həm də bacarıqlarım bu sahəyə uyğundur. Əslində hüquqşünaslıq peşəsini seçən gənclərin bir çoxunda bu məsələ var ki, ailədən gələn bir seçim olur, belə deyək, onların ya yaxın qohumları ya da valideynləri hüquqşünas olur, amma bunun mənfi təsirləri də olur ki, bir yerdən sonra gənc artıq tələbəlik illərində görür ki, hüquqşünaslıq peşəsi ona görə deyil, amma siz elə abituriyent vaxtınızda öz qərarınız üzərində işləmisiniz, testlər və s. Ona görə düşünürəm ki, sizin bu barədə peşmançılığınız olmayıb daha sonra. Ümid edirəm ki, bu gün də mən yaxşı hüquqşünas ola bilmişəm. Rüfət müəllim, təhsil demişkən mövzumuza bir qədər də xaricdə təhsillə davam etmək istəyirdim. Bildiyim qədərilə siz magistr təhsillərinizi xaricdə almısınız. İndiki tendensiyaya görə də, yəni hüquqşünas gənclər bu sahədə heç də geriyə qalmırlar. Əksinə keçən il dövlət proqramı çərçivəsində bir çox hüquqşünas gəncimiz top 10, top 50 universitetlərə qəbul aldılar. Bəs sizcə hüquqşünas gənclər üçün xaricdə təhsil mütləq olmalı olan bir faktordur, yoxsa bu belə deyək, sadəcə bir tendensiyadır? Bu barədə fikirləriniz nədən ibarətdir? Mənim fikrimcə bu atılmalı olan zəruri addımlardan biridir. Təkcə ona görə yox ki, bizə xaricdə yüksək standartlarda təhsil verilir. Bu həm də ona görə lazımdır ki, gənc yaşda biz digər mədəniyyətlərlə tanış olaq və bu bizim növbəti həyatımızda bir iz qoysun. Əslində xaricdə yaşamaq insanların adaptasiya bacarıqlarını da artırır. Müasir dövrün elə əmək bacarıqlarından da biri, tələb olunan əmək bacarıqlarından biri adaptasiya bacarığıdır ki, hansı ki xaricdə qalmaqla, yaşamaqla biz bu bacarığı da müəyyən qədər inkişaf etdirmiş sayılırıq və eyni zamanda da bu bacarıq təbii ki, bizə öz peşəmizdə daha uğurlu olmağa kömək edir. Lakin xaricdə təhsil ala bilməyən, deyək ki, obyektiv səbəblərdən, hansısa bir səbəblərdən xaricdə təhsil ala bilməyən şəxslər də düşünməməlidirlər ki, onlarla xaricdə təhsil almış şəxslər arasında böyük bir uçurum var. Əslində bugünkü gündə 21-ci əsrdə hər şey o qədər əlçatandır ki, Azərbaycanda ola da özünü çox yaxşı şəkildə inkişaf etdirmək mümkündür. Əslində burada ən əsas olan şəxsin özünün istəyidir, özünü inkişaf etdirmək istəyidir. Bəs belə deyək, mən özüm də bir müddət xaricdə təhsil mühitində olmuşam və düşünürəm ki, sırf hüquqşünas gənclər üçün əsas çətin olan bizim gedib orada yeni hüquq sahələri ilə bir növ tanış olmağımızdır. Burada mənfi tərəf nədən ibarətdir? Hüquq və bu kimi sosial elmlərdə təkcə hüquqi nəzəri biliklər yox, həmin ekosistemə agah olmaq çox vacibdir. Məsələn, mən xatırlayıram ki, beynəlxalq xüsusi hüquqa dair dərslər olanda arbitraj və ya
kommersiya çəkişmələri və s. Mənim üçün bu situasiyanı təsəvvür etmək və o məlumatı öyrənmək daha çətin idi. Çünki məsələn real həyatımda arbitrajın nə olduğunu, yəni bu prosesi A-dan Z-yə görən biri mən deyiləm. Amma mənim bir qrup yoldaşımın valideyninin məsələn arbitr olma ehtimalı belə daha yüksəkdir və ya öz belə də gündəlik həyatında bu kimi prosesləri görübdü artıq. Yəni onun üçün dərk etmək daha asandır. Düşünürəm ki, bəlkə biz hüquqşünas gənclər üçün Azərbaycan kontingentində gedib xaricdə təhsil alanda bu kimi mənfi cəhətlər bəlkə onları ruhdan sala bilər və hüququn lokal xarakter daşımağı bizdə bir sual yaradır ki, biz xaricdə təhsilə yönələrək nə əldə edəcəyik? Çünki məsələn xaricdə təhsilə yönəldikdə artıq bilməliyik ki, biz beynəlxalq xarakter daşıyan hüquq sahələrini dərindən öyrənsək, bəlkə bizə daha yaxşı geri dönüş olar. Bu barədə nə fikirləşirsiniz? Bu çox maraqlı sualdır Nilgün. Əslində mən özüm də xaricdə təhsil alanda hüquq və biznes ixtisası üzrə təhsil almışdım. Mənim həmişə tövsiyəm bu olur ki, tələbələr daha çox çalışmalıdırlar ki, elə o interdisiplinary dediyimiz müxtəlif sahələr arası fənlərə daha çox yiyələnsinlər. Yəni deyək ki, bu gün mən bankda çalışıram. Bankda çalışmaq üçün həm maliyyə, həm də hüquq bilikləri lazımdır. Xaricə münasibətdə mən nə edərdim? Razıyam ki, hüquq lokal xarakter daşıyır, amma heç də bütün sahələri yox. Məsələn, mən gördüyüm odur ki, daha çox IT law sahəsində ixtisaslaşmaq istəyən tələbələrə daha rahatdır xaricdə təhsil almaq və orada gələcək karyera imkanları. Və eləcə də ən böyük gördüyüm müsbət cəhətlərdən biri nə olub? İndiki mərhələdə bizə müəyyən qədər çətin gəlsə də həmin o hüquq sistemini başa düşmək, nəzərə almalıyıq ki, bizim özümüz də müstəqilliyini yeni əldə etmiş bir dövlətik. Yəni biz 20-ci əsrin böyük bir hissəsini sosializm quruluşunda yaşamış bir dövlətik və daha sonra artıq kapitalizmə keçid baş veribdi və həmin ölkələrdə olan yenilikləri bugünkü gündə ölkəmizdə tətbiq etmək zərurəti də var. Və mən bunu məsələn vaxtilə dövlət orqanında çalışanda biz tez-tez beynəlxalq təcrübədən faydalanırdıq. Və əslində xaricdə beynəlxalq təcrübəni görmüş olmağımız onu bizim ölkədə tətbiq etmək imkanlarımızı artırırdı. Çünki siz beynəlxalq təcrübəni qanunlara baxıb, köçürüb bizim ölkənin qanununa çevirə bilməzsiniz. Necəsə onu bizim ölkənin reallıqlarına adaptasiya etməlisiniz. Və bu baxımdan reallıqda həmin normaların işləmə formasını görmək, onu Azərbaycanda tətbiq etmək imkanlarını artırırdı. Həmçinin digər bir məsələdə nəzərə almalıyıq ki, bu gün beynəlxalq müqavilələrdə adətən tətbiq olunan hüquq elə ingilis hüququ olur. Bu baxımdan məsələn ingilis hüququnu öyrənmək tələbələrə də öz gələcək karyeralarında kömək edir. Bəs xaricdə təhsil zamanı seçilən ölkənin önəmi nədən ibarətdir? Məsələn, siz Almaniyada təhsil almısınız, magistr təhsilinizi. İndiki gənclər də fikirləşirlər ki, hüquq təhsili harda daha yaxşıdır? Avropada və ya Avropanın spesifik ölkələrində, məsələn, beynəlxalq hüququ seçənlər deyirlər ki, bəlkə İsveçrə, bu kimi ölkələr, mülki hüququ seçənlər deyir, Almaniyaya gedək, Amerikaya getmək istəyənlər olur və ya ümumiyyətlə digər ölkələr seçənlər olur. Bunun bir önəmi varmı ya da nə məsləhət görürsünüz bu barədə? Mən özüm Almaniyada təhsil aldığım üçün təbii ki, Almaniyaya müəyyən qədər meyillilik var. Mən xüsusi olaraq nəyə fokuslanardım? Bəli, oxuduğunuz proqram çox önəmlidir. Adətən çalışmaq lazımdır ki, beynəlxalq elementli proqramları oxuyaq. Məsələn, beynəlxalq biznes hüququ buna misal ola bilər. Məsələn, beynəlxalq hüquq özü buna misal ola bilər. Məsələn, elə IT hüququ özü buna misal ola bilər. Daha çox proqrama fokuslanardım, nəinki hansı ölkədə olmasına. Çünki bu gün təkcə Almaniyada yox, Hollandiyada da çox yüksək səviyyədə təhsil verilir, İngiltərədə, o cümlədən ABŞ-da da və təbii ki, gələcəkdə orada qalmaq istəyən şəxslər də qalmaq imkanlarını da qiymətləndirməlidirlər ki, hansı ölkədə hüquqşünas olaraq mən tədrisimdən sonra qala bilərəm və eləcə də bura qayıdanda hansı ölkənin hüququnu mən burada tətbiq etmə imkanlarım daha çoxdur. Almaniyada təhsil almağım o baxımdan kömək eləyib ki, bu gün Azərbaycan hüququ da Alman hüququndan çox dərin şəkildə təsirlənibdir. Və təbii ki, Almaniyada olan bizim məsələn qanunverimizdə yazılan bir çox normalar elə Almaniya mülki məcəlləsinə məsələn götürülmüş normalardır. Və əslində o normaların həqiqi mahiyyətini dərk etmək bu gün bizdə elə mülki məcəlləmizi həqiqi mənada tətbiq etmək üçün gözəl bir fürsətdir. Və siz çox müddət keçməyib ki, Yaponiyada Mirai proqramı ilə orada da
təhsil almışdınız. Həmin ölkələrdə, yəni hüquq təhsili necədir? Hansı baryeralar var həmin ölkələrdə təhsil almağın? Bəlkə daha yaxşıdır? Nə fikirləşirsiniz bu barədə? Əslində Yaponiya özünə məxsus bir ölkədir. Bəlkə də hər kəsə getməyi tövsiyə edəcəyim ölkələrdən biridir. Yapon insanında kollektiv şüur çox güclüdür və qanunlara riayət etmək, qanunlara ciddi şəkildə riayət edilir. Ümumi ölkə ilə bağlı təəssüratlarım təbii ki, müsbət idi. Biz orada Miray proqramı hüququn aliliyi ilə bağlı olan bir proqramdır və biz orada Tokyo və Kyoto şəhərlərində olmuşduq. Hətta bir qədər haşiyəyə çıxıb deyə bilərəm ki, Kyoto şəhəri ilə bağlı belə bir söz də var ki, 2-ci Dünya müharibəsində həmin Kyoto şəhərini də dağıtmaq istəyiblər. Lakin ABŞ dövlətinin həmin dövrdəki hərbi naziri balayını Kyotoda keçirdiyi üçün həmin şəhərin dağılmasını istəməyib və siyahıdan Kyotonu dəyişib Nagasakiyə çeviribdi. Hüquq sistemi ilə bağlı Yaponiyada qitə kontinental hüquq sisteminə malik olan ölkələrdən biridir və bir çox ölkələrdən fərqli olaraq Yaponiyada məsələn müqavilələr daha çox 2-3 səhifəlik müqavilələr olur. Çünki Yaponiyada tərəflər inanırlar ki, müqavilədə hər şey detallı tənzimləmələri onların qarşılıqlı etimadına zərər vura bilər. Və bu baxımdan çalışırlar daha ümumi müqavilələr bağlayıb digər gələcəkdə çıxacaq mübahisələri daha çox mediasiya yolu ilə, mübahisələrin alternativ həlli üsulları ilə yoluna qoysunlar. Və hüquqşünas olmaqla bağlı Yaponiyada hüquqşünas sayı ümumi əhali sayına görə kifayət qədər azdır. Və Yaponiya dövləti bu baxımdan olduqca selektivdir. Hüquqşünas olmaq üçün orada həm təhsil almaq kifayət qədər çətindir, həm hüquqşünaslıqdan sonra, təhsil aldıqdan sonra verilən imtahanlar kifayət qədər ağırdır. Bu baxımdan orada əslində hüquqşünas çatışmazlığı var. Sadəcə sual budur ki, Yaponiyada təhsil alıb bunu Azərbaycana tətbiq etmək imkanları bu artıq əlavə qiymətləndirilməli olan bir mövzudur. Bəs belə deyək, hüquqşünas gənclərdə bir belə deyək də qorxu da var ki, məsələn, gənc bakalavr təhsili müddətində kifayət qədər məsələn aktiv olur, əmək bazarı üçün belə deyək, lazımlı bir hüquqşünas olur, əmin olur ki, məsələn, təhsilini bitirdikdən sonra yaxşı bir yerdə çalışa bilər. Amma məsələn, xaricdə təhsil zamanı belə bir sual qarşısında qalır ki, bəlkə getsəm belə deyək, əmək bazarında unudula bilərəm, geri qayıdıb yenidən bu prosesi keçməlimiyəm? Ümumiyyətlə nə zaman getmək uyğundur sizcə xaricdə təhsil üçün? Mənə elə gəlir ki, daha yaxşı olar ki, bir müddət işləyib, daha sonra xaricdə təhsil almaq. Yəni universiteti dərhal qurtardıqdan sonra yox, bir müddət təcrübə yığıb daha sonra nəyi istədiyini bilmək, hansı fənləri götürmək istəyirsən, hansı sahədə spesifik olaraq ixtisaslaşmaq istəyirsən, onu bildikdən sonra magistr təhsilini davam etdirmək. Lakin bir incə məqam nədir? Universiteti qurtarandan sonra əgər görürüksə ki, biz istədiyimiz iş yerlərində iş tapa bilmirik, bu halda dərhal da xaricdə təhsil almaq ola bilər. Çünki xaricdə təhsil nəticəsində artıq geri qayıdıb istədiyimiz yerlərdə işə başlaya bilərik. Bu bizim işə qəbul olmaq imkanlarımızı, daha yaxşı yerlərdə işə qəbul olmaq imkanlarımızı kifayət qədər artırır. Çox sağ olun Rüfət müəllim. Məncə xaricdə təhsil mövzusunun tam olması da bir qədər əhatə edə bildik hüquqşünas gənclər üçün. Biraz da tələbəlik illərindən müəllimlik perioduna keçək. Siz çox uzaq tarix deyil ki, yəni tələbə olmusunuz, amma indi həmçinin də müəllim kimi fəaliyyət göstərirsiniz ADA Universitetində və əminliklə deyə bilərəm ki, tələbələrin sevimli müəllimlərindən birisiniz. Bəs tələbələrlə işləmək özü necə hissdir? Yəni sizin üçün tələbə kontingentinə mən özüm daha sonra cavab vermək istəyirəm. Sizin özünüz üçün tələbələrlə işləmək necədir? İş saatlarından sonra sizin dərsləriniz axşam saatları olur. Yəni siz işdəki yorğunluğunuzu ata bilirsinizmi, yoxsa sizin üçün daha gərgin keçən bir proses olur? Əslində mən müəllimlik pedaqoji fəaliyyətimə 24 yaşından başlamışam, kifayət qədər tez başlamışam. Bunu özümün bir sosial layihəm kimi görmüşəm. Bəzən biz həmişə düşünürük ki, biz daha yaxşılarına layiqik, daha yaxşı dəyərləndirməliyik. Mən düşünürəm ki, biz ilk öncə cəmiyyətə nəsə verməliyik ki, cəmiyyətdən də nəsə gözləyək. Bu baxımdan tövsiyəm də odur ki,
gənclərə də tövsiyəm odur, ümumiyyətlə hər kəsə tövsiyəm odur ki, çalışmaq lazımdır ki, həm deyək ki, pro bono layihələri kifayət qədər çox eləmək və eləcə də pedaqoji fəaliyyətlə məşğul olsunlar. Təbii ki, proses özü zövq vericidir və həm öyrənirik bu prosesdə, həm də öyrədirik və bu müəllimlik özü nələri öyrətdi mənə? Məsələn, böyük auditoriyalar qarşısında çıxış eləmək bacarığını kifayət qədər gücləndirdi. Daha sonra tələbələrin suallarına hazır olmaq üçün sən özün də məcbursan mütəmadi olaraq araşdırasan ki, həmin fəndən ən yaxşı, ən yüksək səviyyədə dərs deməyi bacarasan və məncə mənə öyrətdiyi bacarıqlardan biri də nə idi? Fikrimi daha sadə formada ifadə edə bilmək. Bəzən bu ifadəni Einsteynin adı ilə də bağlayırlar ki, bir şeyi sadə izah edə bilmirsənsə, deməli sən özün də bunu yaxşı başa düşməmisən. Və bu baxımdan məncə tələbələrlə mütəmadi işləməyim mənə fikrimi daha sadə formada ifadə etməyi öyrətdi. Bəzən bizim gənc hüquqşünaslar düşünürlər ki, qəliz, mürəkkəb hüquqi dildə danışmaq əslində bu yaxşı bir xüsusiyyətdir. Mən əslində bunun tam əleyhini düşünürəm. Hüquqi yazıda təbii ki, bu lazımdır, lakin ümumi kommunikasiyada, xüsusilə də deyək ki, özəl sektorda çalışırsınızsa, sizlə danışan insanların dilində danışmağı bacarmalısınız və ona görə də bəzən o hüquqşünas libasını çıxardıb, qarşımdakı maliyyəçi ilə də maliyyəçi kimi danışmağı bacarmalısın. Bizim, yəni spesifik mən sizin tələbəniz olaraq deyə bilərəm ki, yəni dərslərimiz yadda qalan dərslər olublar. Təbii ki, özünüzün də qeyd etdiyi kimi dərslər əmək hüququ məsələn spesifik də çətin bir sahədir, amma siz onu həmişə bizə çox praktik yolla izah etmisiniz, amma mənim üçün ən çox yadda qalan həqiqətən də sizin tələbələrlə olan kommunikasiyanız olubdu və spesifik yadımda qalan bizim son dərsimizdə sizin sırf gələcək karyera ilə bağlı, ümumiyyətlə şəxsi həyatla bağlı bizim üçün bir prezentasiya hazırlamışdınız və orada qeyd etmişdiniz ki, yəni loserlardan və sizin belə deyək, sizi ruhdan salan insanlardan uzaq durmalısınız. Yəni bəlkə də gündəlik həyatımızda yəni hər cür motivasiya sosial şəbəkələrdə qarşımıza çıxır, amma bu bizə o qədər də təsir etmir, nə yalan deyək. Amma bizim rol model olaraq gördüyümüz müəllimlərimizdən və ya spesifik bir vaxt dilimində bu sözləri eşitmək həqiqətən də tələbə üçün çox dəyərlidir və həqiqətən də çox yadda qalır. Yəni mən özüm tələbə olaraq həmin dövr, həmin sözü eşitmək istədiyim bir dövr olubdu və onu sizdən eşitmişəm və çox az rast gəlir ki, yəni müəllimlər sırf bunun üçün vaxt ayırırlar. Amma siz ayırmışdınız. Ona görə sizə təşəkkür eləmək istəyirəm. Həmçinin də belə deyək, siz tələbə ilə o müəllim kimi yox, həqiqətən də bir dost kimi dəyər yarada bilirdiniz ki, nə isə olduqda məsələn sizdən soruşaq, dərsdən kənar bir məsələni soruşaq. Ona görə də biz çox istərdik ki, sizin kimi müəllimlərimiz çox olsun. Çox sağ olun Nilgün, xoş sözlərə görə təşəkkür edirəm təbii ki. Əslində mentorlar çox önəmlidir. Yəni biz hər şeyi özümüz kəşf edə bilmərik və ya özümüzün doğru yolu tapmağımız kifayət qədər vaxt aparacaq və bizim üçün belə deyək, vaxt baxımından kifayət qədər xərcli olacaq. Ona görə də düşünürəm ki, gənc yaşda yaxşı mentorlar tapa bilmək bu böyük bir uğurdur və bugünkü gündə də əslində gördüyümüz uğurlu hüquqşünaslar, onlar əlçatmaz deyillər. Yəni adətən onların sosial şəbəkə hesabları olur, adətən onların müxtəlif deyək ki, LinkedIn hesabları olur və s. və həmin insanlarla kommunikasiya qurmaq bundan 10 il, 15 il əvvəlkindən daha rahatdır. Bu baxımdan əslində tələbələrin öyrənmək üçün imkanları, daha təcrübəli insanlardan nələrsə öyrənmək imkanları bugünkü gün əslində daha çoxdur. Əslində məsələn gənclər təhsil alanda düşünürlər ki, artıq xüsusilə də birinci kursda bu baş verir ki, artıq hüquq fakültəsinə daxil olmuşam, artıq uğurluyam, amma daha sonra görürük ki, əslində əsas sınaqlar bundan sonra başlayır və artıq təhsil illərinin sonuna doğru həqiqətən də bir mentora ehtiyacı olur. Və belə deyək, müəllimlərdən siz dediyiniz kimi indi soruşmaq daha asandır təbii ki. Gənclər özlüklərində bəzi suallara düşürlər ki, bundan sonraki həyatımı necə qurmalıyam? Təəssüf ki, gənclərin özləri arasında bir sinif yaranır ki, bəziləri məsələn dövlət sektorunda çalışmaq istəyir, bəziləri qeyri-dövlət sektorunda, bəziləri ümumiyyətlə xaricdə təhsil alıb elə orada yaşamaq istəyir və bu üç qrup arasında mənasız bir
belə deyək, bir-birini bəyənməmə halları da yaranır ki, hansı ki, o mənəvi cəhətdən həqiqətən də gənclərə təsir edir. Gənc özü-özünü sorğulayır ki, bəlkə mən səhv edirəm. Yəni hər üç qrup özü-özlüyündə səhv addım atdıqlarını düşündükləri vaxt olur və bu zaman həqiqətən də onların mentorlara ehtiyacı olur və onları başa düşən, onlarla yaxın dövrdə eyni sınaqlardan keçən bir şəxsə ehtiyacı olur. Bu sualın timsalında əslində onu soruşmaq istərdim ki, indi gənclər belə deyək, tendensiya dəyişir. Məsələn, 10 il öncə deyərdim ki, hüquqşünas gənclərin çoxu dövlət sektorunda çalışmağa daha çox üstünlük verirdilər. Prokurorluq orqanlarında hakim olmaq istəyirdilər, məhkəmə sahəsində çalışmaq istəyirdilər. İndi düşünürəm ki, kommersiya sahəsində çalışmaq istəyən gənclərin sayı daha çoxdur. Siz bu sualın qarşısında qalan gənclərə nə tövsiyə edirsiniz? Hər sektorun düşünürəm ki, özünə məxsus həm avantajları, həmçinin də dezavantajları mövcuddur. Sizin təcrübəniz nədir bu sahədə? Mən deyərdim ki, burada iki əsas sual var təbii ki. Bir, mən özüm nə istəyirəm və iki, mən harada daha çox dəyər yarada bilərəm. Yəni özəl sektorda deyək ki, hansısa bir işdə, rutin, maraqsız bir işdə işləmək və ya dövlət sektorunda deyək ki, real dəyər yarada biləcəyin, məsələn, qanun layihələrini yaza biləcəyin, bazara real təsir edə biləcəyin hansısa bir işlər. Təbii ki, bu istiqamətdən müqayisə aparanda biz hamımız deyək ki, dövlət sektorunda işləmək daha yaxşıdır. Və eləcə də tərsinə baxsaq, dövlət sektorunda deyək ki, hansısa bir maraqsız iş və özəl sektorda hansısa mənə dəyər qatan, hər gün təzə nəsə öyrəndiyim bir iş. Ona görə də mənə elə gəlir ki, bu hissədə spesifik nüanslar, kontekst çox əhəmiyyətlidir. Yəni həqiqətən insanın dəyər yarada biləcəyi yerdə işləməsi məncə çox vacibdir ki, özünü insan realizə edə bilsin. Mən özüm hər iki sektorda çalışmışam. Həm dövlət sektorunda çalışmışam, həm özəl sektorda çalışmışam, müxtəlif hüquq firmalarında, Formula 1 layihəsində, eləcə də indi bankda çalışıram və deməzdim ki, mənim üçün belə kəskin bir fərq var ki, yox, dövlətdə mənim üçün daha maraqsız idi, özəl sektorda mənim üçün dövlət sektorundan çox daha maraqlı idi. Məncə bu əsas sual budur ki, mən harada dəyər yarada bilirəm və tələbələr məncə bu sualın cavabını tapmalıdırlar. Yəqin ki, bu sualın cavabını da tapmaq üçün elə məhz tələbəlik dövründən belə də təcrübələrdə iştirak etmək daha da önəmlidir ki, həqiqətən də özünü o ekosistemin içində yoxlamaq bir fərqlidir. Yəni real iş mühiti dərs mühitindən bir qədər fərqlənir. Həqiqətən də ola bilər ki, mən çox görmüşəm ki, şəxslər sırf özəl sektorda çalışmaq istəyiblər, amma çalışdıqdan sonra görüblər ki, onlar üçün bir komfort zona deyil. Yəni belə deyək, peşman olublar və ya əksinə də olubdu. Onun səbəbi də təkcə olub ki, onlar tələbəlik dövründən bunu təcrübə etməyiblər. Yəni yəqin ki, razılaşarsınız ki, tələbəlik dövründə bu kimi həm ictimai layihələrdə, həmçinin də sırf hüquq sahəsi ilə bağlı təcrübə proqramlarında iştirak etmək kifayət qədər önəmli rol oynayır burada. Bəli, təbii ki, bu belədir. Niyə görə? Çünki tələbəlik vaxtı düzdür, dərslər nə qədər ağır olsa da praktika eləmək zəruridir. Ki, sən biləsən ki, karyerana harda başlayasan və sənin üçün deyək ki, bir bankda işləmək necə bir təəssüratdır, hansısa bir dövlət orqanında işləmək, hüquq firmasında işləmək necə bir təəssüratdır və bunun üçün əslində ən ideal vaxt tələbəlik vaxtıdır və tələbəlik vaxtında artıq sənin eləmiş olduğun praktikalar, təcrübələr gələcəkdə iş taparkən də sənə kifayət qədər kömək eləyir. Çünki hamı bir-biri ilə rəqabətdədir. Bu gün bir vakansiyaya deyək ki, 10 nəfər, 15 nəfər CV atırsa məsəl üçün, onlardan hansısa biri tələbəlik vaxtında müxtəlif yerlərdə praktikada olubsa, təbii ki, o adamın iş tapmaq imkanları daha çoxdur. Və bu əslində gənc hüquqşünasların rəqabətliyinə də kifayət qədər böyük təsir göstərir. Bu baxımdan mən bunu əslində kifayət qədər zəruri hesab edirəm ki, tələbəlik vaxtında bəli dərsdən sonra çalışmaq lazımdır ki, müxtəlif yerlərdə təcrübələr keçsinlər. Vaxt məsələsini qeyd etmişkən, düşünürəm ki, tələbələr tələbəlik illərində düşünürlər ki, vaxtları həqiqətən də azdır, dərslərlə çatdıra bilmirlər, amma təhsil illərinin sonuna yaxın, artıq iş mühitinə girdikdən sonra görürlər ki, həqiqətən də tələbəlik vaxtında nə qədər çox vaxtları var imiş. Real vaxt azlığı iş mühitində olduqdan sonra başlayır. Vaxt məsələsi həmçinin də bir şəxsi inkişaf həyatına da kifayət qədər təsir edir.
Düşünürəm ki, bir hüquqşünas sadəcə hüquq sahəsində yox, təbii ki, digər maraq dairələri üçün də vaxt ayırmalıdır. Hüquqşünas düşünürəm ki, hər sahədən kifayət qədər məlumatlı olmalıdır ki, onda məsələn empatiya bacarıqları olsun, digər şəxslərə kömək etdikdə və ya ümumi dünya görüşü çox önəmli rol oynayır qərar vermə prosesində və s. Siz şəxsi həyatınızda vaxt məsələsini necə tənzimləyirsiniz? Yəni məsələn, şəxsi maraq dairənizə, yəni özünüzün istədiyiniz hobbilərinizə və ya kitab oxumaq və s. bunlara necə vaxt ayırırsınız məsələn? Əslində bu çox maraqlı bir sualdır. Deyə bilərəm ki, bəlkə də mən karyeramın bir çox mərhələlərində daha çox karyerist olmuşam, daha çox iş həyatını ön plana atmışam. Ümumiyyətlə bugünkü gündə hüquqşünaslığın gözləntilər də kifayət qədər çoxdur və dediyiniz o empatiya bacarıqları da, komandada işləmək bacarıqları da günü-gündən də önəmi artır. Çünki hüquq öz-özlüyündə kənarda qalan bir peşə deyil. Hüquqşünaslar da kənarda qalan şəxslər deyillər. Onlar hər zaman proseslərin içərisindədirlər və istər-istəməz müxtəlif departamentlərlə, müxtəlif peşədən olan şəxslərlə kommunikasiya qurmağa məcburdular. Bu baxımdan əslində razıyam ki, hüquqşünaslar elə hər kəslə dil tapmağı bacaran insanlar olmalıdır. Hər şeyə vaxt tapmaq baxımından çalışıram ki, maksimum dərəcədə effektiv olmağa çalışım. Öz gördüyüm işləri trek eləməyə çalışıram ki, mən bu gün məsələn gəldim işə, nə qədər iş gördüm, hansı işlər gördüm. Çalışıram vaxtımı daha çox planlayım və həmin planlara riayət eləyim və özümdə vərdişlər formalaşdırmağa çalışım. Çünki bizim uğurumuzun əslində ən böyük səbəblərindən biri də qazandığımız vərdişlərdir və artıq hansısa bir istəyimi, arzumu vərdişə çevirib onu davamlı hala gətirim. Eyni zamanda vaxt resurs məhdudiyyəti ilə bağlı sevdiyim bir kitab var. Richard Saskindin Sabahın hüquqşünasları kitabı var və həmin kitabın elə başlanğıcında bir challenge-dan söhbət açılır. More for less challenge. Yəni artıq bugünkü gündə hüquqşünaslardan daha məhdud resurslarla daha çox iş görmək tələb olunur. Və əslində bəzən tələbələrimiz real həyatda işə başlayanda görürlər ki, hüquq işi kifayət qədər stresslidir. Və təbii ki, burada ruhdan düşmək olmaz. Mənə elə gəlir ki, uğurlu olmağın əslində sirlərindən biri də odur ki, sən gənc yaşlarda daha gərgin işlərdə işləməlisən ki, o səndə bir immunitet yaratsın ki, sonrakı dövrlərdə qarşılaşdığın çətinliklərdə artıq ruhdan düşməyəsən. Gənclik illərində məncə mən o qədər gərgin mühitdə işləməsəydim, məncə bugünkü gündə rastlaşdığım çətinliklərlə bacara bilməzdim. Ona görə də çalışmaq lazımdır ki, yəni hansısa gərgin iş olanda həmin işdən qaçmamaq, dərhal komfort zonu axtarmamaq, əksinə özünü daha da inkişaf elətdirib həmin o çətinliklərin üstəsindən gəlmək. Rüfət müəllim, son olaraq siz bu yaxınlarda 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən birisiniz. Sizi təbrik edirik bir daha münasibətlə. Bəs hüquqşünas gənclər hansılar ki, gələcəkdə bu müsabiqəyə qatılmaq istəyirlər, qalib olmaq istəyirlər. Bilirik ki, müsabiqədə təkcə hüquq sahəsində yox, digər bir çox sahədən məlumatlı olmaq lazımdır. Bu prosesə necə hazırlaşmaq olar? Nə məsləhət görürsünüz bu sahədə? Bunu hədəfləyən gənclərə nə məsləhətlər görə bilərsiniz? Əslində yüksəliş müsabiqəsinin bəlkə də elə uğuru ondadır ki, bu yarışın heç bir formulu yoxdur. Yəni hansısa bir kitabı oxuyub biz deyə bilmərik ki, gedib yarışda qalib olacaq. Məsələn, test imtahanlarını verib biz yaxşı bal yığıb istədiyimiz fakültəyə qəbul ola bilərik. Amma yüksəliş müsabiqəsi bu formatda keçirilmir. Burada həm bizim sərt bacarıqlarımız yoxlanılır ki, deyək ki, məntiq biliklərimiz olsun, dünya görüşümüz olsun, rəqəmsal analitikamız, verbal analitikamız yoxlanılır. Eyni zamanda da komandada işləmək bacarığı və strateji düşüncə, liderlik və s. Sosial məsuliyyət və s. bacarıqlar qiymətləndirilir. Əslində bu sualı mən nəyə bənzədərdim? Bəzən tələbələr deyirlər ki, məsələn, biz nə etməliyik ki, sizin fəndən ən yüksək qiyməti alaq. Bizim ona cavabımız həmişə olur ki, siz əslində dərsi yaxşı oxumalısınız və alacağınız qiymət sizin o yaxşı oxumağınızın
son nəticədə yekun təzahürüdür. Yəni onsuz da dərslərinizi yaxşı oxusanız, siz o qiymət də onsuz da gələcək. Və mən də sualı bu formada cavablandırardım ki, insan özünü inkişaf elətdirməlidirmi, empatiya bacarıqlarını inkişaf elətdirməlidirmi, sərt bacarıqlarını, deyək ki, yumşaq bacarıqlarını inkişaf etdirməlidirmi, çeviklik, analitik düşüncə, komandada işləmə bacarığı, bütün bu bacarıqlarını inkişaf elətdirməlidirmi? Bəli. Bunu yüksəliş üçün yox, bunu insan və eləcə də hüquqşünas tələbələrimiz özləri üçün etməlidirlər. Və bunu artıq etdikdən sonra yüksəliş qalibi ola bilərlərmi? Niyə də yox? Əslində maraqlı tərəf ondan ibarətdir ki, siz dediniz ki, müəyyən bir formulu yoxdur ki, ona həqiqətən də hazırlaşılsın. Əslində bu danışdıqlarımızın bütün fonunda o fikir həmişə olub ki, yəni təhsil həyatında da, karyera həyatında da müəyyən bir uğurlu olmaq üçün, o qızıl ortanı tapmaq üçün bir müəyyən bir formula yoxdur. Sadəcə o dediyiniz dəyərlər, bacarıqlar mütəmadi olaraq inkişaf etməlidir və həyat özü o belə deyək, o trayektoriya ilə getdikdə həmin o istədiyi nəticəni əldə edə bilər hüquqşünas gənclər. Yəqin ki, bu sualda da cavab elə bundan ibarətdir. Bəli, tamamilə doğrudur. Yəni özümüz üzərində mütəmadi olaraq işləməliyik. Xüsusilə son dövrlərin trendi nədir? Süni intellektlə işləmək bacarığı, düzdürmü? Bu gün məsələn bəzən hüquqşünaslar düşünürlər ki, süni intellekt bizi əvəz edə bilməyəcək. Amma reallıq budur ki, süni intellektlə daha yaxşı işləməyi bacaran insanlar digər hüquqşünasları əvəz eləyəcəklər. Və ona görə də texnoloji bacarıqları da təbii ki, burada inkişaf elətdirmək lazımdır və bu elə bir yoldur ki, bu yolda dayanmaq olmaz. Ancaq sürətlə irəli doğru getmək lazımdır. Çox sağ olun Rüfət müəllim. Bir daha bütün suallarımıza əhatəli cavab verdiyiniz üçün düşünürəm ki, həm faydalı, həm də maraqlı bir buraxılış oldu. Təşəkkür edirik dəvətimizi bir daha qəbul etdiyiniz üçün. Mən də təşəkkür edirəm. Ümid edirəm ki, maraqlı söhbət alındı. Minnətdaram dəvətə görə. Çox sağ olun.